Sən yerli mütəxəssislər məsəl üçün bugünkü gündə bir hardasa 4 dənə, 5 nəfər yerli mütəxəssislərimiz var ki, hansı ki, həqiqətən də baxırsan ki, bir məşqçi olaraq bir ağırlıqları var. Yəni onları çox sadə şəkildə harasa dəvət eləyib, hardasa burada işdə, bugün buradan yola salın, təzədən bir də gətirim, aparım, belə bir şeylər yoxdur. Mən yerli mütəxəssis deyəndə biz mənim fikrimdən ola bilər, kimsə inciyəcək, kimsə küsəcək. Bir çox yerli mütəxəssislərimiz işinə, futbolda çəkdiyi əziyyətə, keçdiyi yollara hörmət qoymur. Niyə hörmət qoymur? Yəni bu gün onlar üçün bir çox üçün iş olsun. Premyer Liqa baş məşqçisinin arasında onlardan kimsə var? Yəni o haqda danışmayayım. Yəni bir çox üçün iş olsun. Fərqi yoxdur. Yəni onun komandada olsun, ona hansı söz deyiləcək və ya hansı şərait yaradılacaq fərq eləmir. Sadəcə iş olsun. Yəni ona